Şanxaydakı German Christmas Marketə birlikdə gedirik. Şəhərin bir çox yerində olduğu kimi bu Milad bazarını da çox qəşəng bəzəmişdilər və gələn insanlar da tam olaraq bayram əhval ruhiyyəsində idi. Sözün açığı burada gözlədiyimdən daha çox fərqli mətbəxlər var idi, amma mən yenə də yemək qismini yoxlamadım açıqcası. Daha çox şirniyyatlara yönəldim. Demək olar ki, buradakı kiosklar dekor mənasında bir-birindən fərqlənmək üçün yarış içində idilər. Bilmirdim hansına baxım, hansının yanında şəkil video çəkdirim. Bu videoda çəkdiyim vaxtda hələ yarım marka səndəmə tam dolmayıbmış. Bundan tam olaraq 1-2 saat sonra o qədər adam doldu ki, bura tərpənmək mümkün değildi. Sevindim ki, yaxşı ki tez getmişdik. Həmçinin yarım markanın içərisi çox geniş olmaqla yanaşı, şəkil video çəkdirmək üçün çox gözəl dekorlar var idi. Şanxayın özündə onsuz da qiymətlər yüksək idi. Bu Milad bazarında xüsusilə daha yüksək idi. Amma xoşuma gələn o oldu ki, markalar reklam yönümlü öz məhsullarından hədiyyəlik olaraq və ya dadımlıq olaraq paylayırdılar. Yarmarkanın ulduzu hal-hazırda videoda gördüyünüz şaxta baba yolka formasında olan şirin pambıqlar idi. Yemək içmək qismində satılan ən bahalı məhsul onlarda olsa da, ən uzun növbədə onların kioskun qarşısındaydı. Gördüyünüz kimi hər bir hissəsini tək-tək hazırlayıb sonrasında o şirin pambıqları birləşdirirdilər. Bu şəkildə kataloqları var idi. Oradan istədiyiniz formanı seçirsiniz. Mən sifariş verdikdən tam olaraq 20 dəqiqə sonra gedib götürə bildim. Dadı da çox qəşəng idi. Bilmirəm içində çox ac qaldığım üçünmü, ya nə, hamısını yedim. Qiyməti bu arada 18 manat idi və ölçüsü gördüyünüz kimi çox böyükdü. Həm belə bir şirin pambıq daşımaq çox əyləncəli idi. İçimdəki balaca Aydən çox sevindi. Şəkil və videolarda da çox qəşəng düşürdü. Yarmarkada mənim üçün ən maraqlı an meydan hissədə tam olaraq mərkəzdə hər 30 dəqiqədən bir süni şəkildə qar yağdırırdılar. Oradakı atmosfer tamamilə dəyişib çox sehirli bir an yaşanırdı. Yaxşı ki, tam da yeni il vaxtı Çinə getməyə qərar vermişəm. Yorumlarda mənə fikirlərinizi və suallarınızı yazmağı unutmayın. Hələlik.